Qeyd etdiyimiz kimi, Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi ABŞ dövlət katibi Antony Blinken və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Vaşinqtonda imzalayıblar. Razılaşmaya əsasən Birləşmiş Ştatlar növbəti ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək. Ekspertlər hesab edir ki, bu saziş Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyi artıracaq. Üstəlik, əgər Ermənistanda Rusiya yönümlü qrup hakimiyyətə gəlsə, ABŞ-nin resursları Rusiya yönümlü dövlətə xidmət edəcək. Bu da rəsmi Vaşinqtonun növbəti aylarda Ermənistandan tələblərini artıracağına işarədir. Düşünmürəm ki, Rusiya imkan verəcəkdir KMT'dən çıxıb, amma Avrasiya İqtisadi İttifaqına qalmağa. Beləliklə də müəyyən problemlər hiss oluna bilər Ermənistanda. Eyni zamanda KMT'də artıq KMT üzvü olan ABŞ-ın strateji tərəfdaşı var, bu da Qazaxıstandır. Yəni bunu hər hansısa bir formada, bu vəziyyətdə Rusiya dözə bilər bu vəziyyəti. Sabahları Paşinyan hakimiyyəti təhvil versə və Rusiya yönümlü hakimiyyət gəlsə, demək ki, Amerika Birləşmiş Ştatlarının resursları, maliyyə, siyasi və iqtisadi resursları Rusiya yönümlü dövlətə xidmət edəcəkdir. Əslində o saziş reallıqda heç nə dəyişmir. Yəni ABŞ bu vaxta kimi Ermənistana nə edirdi? Eyni məsələlər öz əksini yenə də tapıb təkrarlanır. Ortadan bir sual çıxır ki, bu strateji partnyorluqdursa, yəni ABŞ indi çox az nəsə Ermənistan üçün eləyir və eləmək niyyətindədir. Ermənistan ABŞ üçün nə edəcək? İrana qarşı casusluq üçün öz ərazisində şərait yaradacaq. Ya Rusiyanın hansısa bir, demək olar ki, indi ya sirlərin, ya Rusiya qarşı nəsə eləmək lazım olarsa, Ermənistan ABŞ-a köməklik edəcək. Nə eləyəcək Ermənistan ABŞ üçün?